Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. 105.5 dalğasındasınız. Hal-hazırda mənzil başına tələsən hər kəsə sağ-salamat yol arzuluyuram. Və biz bugün doktorumuzla birlikdə estetik dişlərdən danışacağıq. Dişlərin estetikasından, daha gözəl görünməsindən və təbii ki, paralel olaraq həm də sağlamlığından. Çünki sağlamlıq olmadan heç bir gözəllikdən danışa bilmərik. Odur ki, mən bugün həm söhbətim və bu mövzunu kiminlə danışacağım. Doktorumuza sizə təqdim eləmək istəyirəm. Bugün mənim həmsöhbətim Cavid Davudovdur. Doktor, xoş gəlmisiniz. Stomatoloq doktorumuz. Hər vaxtınız xeyir olsun. Baxmayaraq ki, isti havadır. Bir təhər özümüzü çatdırmışıq studiyaya və biz başladıq. Necəsiz doktor? Sizlərlə aranız necədir? Şükür Allah, yola veririk. Çalışırıq da, yəni belə soyuducu ilə, kondisionerlə, su ilə bir yavaş-yavaş. Pasientlərə təsir eləmir ki, havanın istiliyi. Bir nəbzi təsir eləyir, gəlmək istəmirlər qəbullara. Çox olur qəbullara. Əsas klinika sərindir mi, doktor? Klinika sərindir. Klinika əsas odur. Soyuqdur hətta deyər. Əsasən klinikalarda belə olur. Elə belə olsa yaxşıdır. İnsanlar içəridə sıxılmazlar. Başqa cür işləmək olmaz da yəni. Biz bugün vinirlərdən danışacağıq, amma vinirlərə keçməmişdən öncə mən bir elanı diqqətinizə çatdırım və biz dərhal başlayaq. Deməli, bu dəfə şad xəbərim mənim kolleqalarımadır. Bilirsiniz ki, qarşıdan Milli Mətbuat Günü gəlir və məhz bu gün münasibəti ilə 22 iyul tarixində Milli Mətbuat Gününün mətbuat firmasının təsis etdiyi Mətbuatın Dostu mükafatlandırma qala gecəsi keçiriləcək. Buradan mən kolleqalarımı dəvət edirəm və bu dəfə çox möhtəşəm bir zalda baş tutacaq bu gecə. Çox insanın Çingiz xan restoranı kimi tanıdığı və yenicə təmirdən çıxmış Vavilyon Hall bu dəfə kolleqalarımıza ev sahibliyi eləyəcək və təbii ki, gecənin təşkilatçısı mənim əzizim, layihə rəhbərim, çox sevdiyim bir xanım, həm bəstəkar, həm event təşkilatçısı, həm aparıcı. Yəni maşallah, Sədaqət xanım da var. Sədaqət Rəşid qızı olacaq və ona da bu günü təşkil etməsi münasibətilə və bu gözəl günləri təşkil etdiyi üçün ona təşəkkür edirəm. Elə bu gündə, bu dəfə də o öz kolleqalarını, həmkarlarını sevindirəcək. Bir-birindən fərqli hədiyyələr, mükafatlandırma gecəsində təbii ki, insanlara təqdim olunacaq mükafatlar bizim bu dəfə dəyərli media nümayəndələrini gözləyir. Əziz kolleqalarım, bugün məhz sizin üçün yaxşıdır ki, bir il ən azından uzun müddət işləyəndən sonra bir il heç olmasa kolleqalarla gözəl bir gecə keçirmək olar. Zəhmətimizin bəhrəsini verə bilərik. Sədaqət xanım, sizə təşəkkür edirəm və bu gecəyə də həqiqətən çox böyük həvəslə hazırlaşacağıq. Bilirsiniz ki, mənim özümdə məsələn Mətbuatın Dostu mükafatının bir neçəsi mənim rəfimdədir. Təşəkkür edirəm Sədaqət xanıma. Həqiqətən Sədaqət xanım insanların əməyini çox düzgün qiymətləndirməyi bacarır və seçir sonalayır. Ən yaxşılarını öz məclislərinə dəvət edir, öz belə deyə qala gecələrinə dəvət edir. Təşəkkür edirəm ona və uğurlar arzulayıram. Həm mükafat alacaqları, həm də xüsusən də Sədaqət xanıma. Çünki çox böyük bir məsuliyyətdir. Vaxt itirmədən başlayaq, doktor. Biz bugün vinirlərdən danışacağıq. Öncə sadə belə bir sual verəcəm ki, vinir nədir? Çünki çox eşidirik vinirlər. Öncə vinirlər nədir deyə başlayacağım. Vinirlər dişlərdə olan qüsurları, estetik qüsurları bərpa etmək üçün olan bir vasitələrdir, vasitə metodudur. Vinirlə biz dişlərdəki estetik qüsurları bərpa edirik. Yəni bu sırf dişlərin ön görünən hissələrini örtən konstruksiyalardır. Arxa dişlərə edilmir. Arxalara da edilə bilər. Arxalar da, əgər gülüş xətti genişdirsə, arxa dişlər də görsənirsə, bəzən pasientlərdə olur, arxa dişlərində bir hissələri görsənir. Onları da bəli vinirlə o hissələri örtə bilərik. Kimlər üçün əsasən tətbiq olunur, doktor? Əsasən dişlərində rənglənmələr, dişlərində qırıntılar, uc hissələrində qırıqlar, dişlərində cüzi əyriliklər, dişlərin aralarında məsafələr olan insanlar üçün ən uyğun seçim məncə vinirlərdir.
Doktor, əslində vinirlər deyəndə biz ümumi başlıq altında həmişə səsləndiririk. Əslində tibbdə bir çox mövzuda belədir. Məsələn, zob deyəndə ümumi deyirik, bütün xəstəliklər başın altında gedir, ancaq belə deyil. Bir başlıq altında. Bilirəm ki, vinirlər də belə deyil. Yəqin ki, onun da növləri var, fərqi var. Bəli, vinillərin növləri çoxdur və bu bir neçə növ var. Əsasən mən burada vurğulamaq istəyirəm ki, vinillər dişlərin yalnız ön görünən hissələrini örtür və həmçinin də vinillər dişlərin aralı dişləri, yəni aralarını doldurmaq üçün də istifadə olunur. Ona görə burada biz iki növ vinil. Yəni dişlər zədələnmədənmi bu edilir, yoxsa necə? Bəli. Dişlər Zədələnmədən. Söhbət zədədən getmir, ümumi konstruksiyadan gedir. İki növ konstruksiya istifadə olunur. Yalnız dişlərin ön hissəsini örtən və həmçinin də ön hissəsini və aralıq hissələrini örtən və dolduran konstruksiyalar. İki növ vinir var. Bu iki növ belə ayrılır və çeynəmə dişlərinə gəldikdə isə arxa dişlərə yalnız dişin ön hissəsini, həmçinin də çeynəmə səthini örtə bilən vinillər var. Yəni iki növ konstruksiyadır. Adətən daha çox tətbiq etdiyiniz hansılardır müraciət olunan? Bu situasiyaya görə, məsəl üçün aralı dişlərdirsə, dişlərin araları varsa, ikinci növdən istifadə edirik. Həm ön hissəsini, həm də aralarını doldurmaq üçün. Yox, aralar yaxşıdırsa, bir problem yoxsa, dişlər aralı deyil, sadəcə rəng dəyişikliyi olacaqsa və forma dəyişikliyi olacaqsa, yalnız ön hissəsini örtən, yəni daha incə, daha az müdaxilə olunur. Doktor, dişlərin belə deyək, düzülüşünün aralı olması həmişə diqqətimi çəkib. Bəzilərində çox sıx olub, çənəyə sığmadığı halda, bəzi insanlarda da hədsiz dərəcədə aralı. Bunun səbəbi nədir? Trema deyirlər. Bu uşaqlıqda itirilmiş dişlər və yaxud da ki, çənə həddindən artıq tez inkişaf edir, amma dişlər gec inkişaf edir və dişlər sanki çənənin inkişafına çatmır və aralı qalır müstəqil şəkildə. Bu ola bilər. İtirilmiş bir diş varsa və yaxud da ki, bir neçə diş varsa, cavanlıq yaşında daimi dişlərdən söhbət gedir. O zaman dişlər əyilə bilər və bir-birlərindən aralana bilər. Yəni, belə səbəblərdən də aralar əmələ gələ bilir. Burada həmçinin nəfəs alma problemi, əmzik istifadəsi, yəni bunlar hamısı çənə deformasiyaları nəticəsində dişlər aralana bilir. Deməli, səbəbləri çoxdur əslində. Bəli, əslində çoxdur səbəbləri. Mən niyəsə bunu həmişə balaca olandan, təbii ki, uşaqlar dişin hər hansı bir problem olduğunu bilmirlər. Həmişə belə bir deyim var ki, dişi aralı olan uşaqlar yalan danışan uşaqlardır. Niyəsə hər zaman diş quruluşunda elə bir problem görən insanda o söz yadıma düşür. Təbii ki, indi böyümüşük artıq. Bizdə də deyirlər, dovşan diş kimi dişlər olan çox deyir, anası çox kök verib yeməyə. Ona görə dişləri dovşan diş. Uşaqların inandığı miflər. Təbii ki, bunların hər biri uşaqlıq fikirləridir. Bunların heç bir əsası yoxdur. Ona görə sizə sual verdim ki, yəni insanların bəzilərinin həqiqətən baxsan ki, dişlər o qədər sıxdır. Bəzən olur mikrodentiya. Dişlər xırdadır. Sadəcə fiziki olaraq dişlərin ölçüləri yəni inkişafdan sanki geridə qalmış dişlər kimi düşünün. Bir anomaliya kimi. Anomaliya kimi düşünün. Xırda dişlərdir. İstər-istəməz bir-birlərinə aralı olacaqlar. Aydındır. Doktor, vinirlərin materialı barəsində mən istəyirəm bir qədər danışaq. Əsasən burada iki cür materialdan istifadə olunur. Kompozit və keramik materiallarından. Kompozit nədir? Kompozit plastik bir materialdır. Kompozitlə daha sürətli və daha tez nəticə əldə etmək olur. Yəni bir seansda stomatoloqun yanında nəticə əldə edə bilərsiniz. Amma uzun ömürlülüyü və estetikası daha zəifdir. Keramik isə indirect. Doktor, bu bizim bildiyimiz keramikadır. Bəli, bəli. Sadəcə stomatoloji işlər üçün uyğunlaşdırılmış rəng olaraq, tərkib olaraq, yəni bu xüsusi keramikadır əslində. Bildiyimiz keramikadan alınan daha təmiz, daha saf keramikadır. Sırf sizin üçün hazırlanır. Bəli, bu iki etaplıdır. Laborator etap var burada. Keramika laboratoriyada hazırlanır. Gəlir, ondan sonra dişlərin üzərinə yerləşdirilir. İki növdür, yəni keramik vinillər və kompozit vinillər. Bu materialına qiymət fərqi varmı? Bəli, bəli, var. Yəqin ki, keramika daha bahalıdır. Keramikalar daha bahalıdır, çünki burada əmək haqqı daha çoxdur. Yəni bir həkim iş görmür, həmçinin də texnik iş görür, texniklər iş görür və material olaraq da bəli daha bahadır. Doktor, adətən belə deyək, vinir üçün
müraciət edən insanlar özlərimi müraciət eləyirlər, yoxsa doktorma məsələn qarşısına gələn pasiyentin probleminə baxaraq sizə vinir ehtiyacı varmı deyir? Bəli, biz peşəmizdə adətən əsasən məsləhət görürük. Baxırıq, pasiyentin həm istəyi var, həm də biz ona məsləhət görürük. Həmçinin də biz pasiyentdə o istəyi formalaşdıra bilərik. Yəni hər iki tərəf. Bəli. Yəni həmçinin həkim də pasiyenti ona gətirə bilər. Amma adətən bizə pasiyentlər gəlir, deyir ki, vinirlər istəyirik. Çünki bugün stomatologiyada o qədər fərqli adlar çıxıb ki, biri materiala bağlı, biri prosesə bağlı çoxdur. Yəni ona görə insanların da ağlında suallar yarana bilir normal olaraq. Yəni vinir adı ilə tamamilə başqa, məsəl üçün qapaqlar, qapaqla vinir tamamilə bir-birindən fərqli bir şeydir. Eyni şey deyil. Eyni deyil. Qapaq adı ilə vinir şey eləyə bilirlər, pasiyentlərə tətbiq eləyə bilirlər həkimlər. Belə insanlar var da, bu həkimliklə əlaqəli bir şey deyil, bu insan belədir. Bəlkə də bilmir, ola bilər təzədir, bilmir vinir nədir, qapaq nədir, elə bilir hər şeyə elə vinir, qapaq eyni şeydir. Amma əslində eyni şey deyil, vinir tamamilə başqa texnologiyadır. Həmçinin vinirin yerləşdirilməsi, dişlərin üzərinə tətbiq olunaraq yerləşdirilməsi belə qapaqlardan fərqlənir. Məsələn, qapaqlarda yonursunuz bildiyim qədərilə. Qapaqlarda daha çox yonum olur, əlbəttə ki. Vinirdə də yonursunuzmu? Vinirlərdə yonula da bilər. Yonulmaya da və ya bilər. çox az miqdarda yonula bilər. Yəni saç teli nazikliyində demək olar ki, çox az müdaxilə olunur. Yəni çox az müdaxilə oluna bilər. Bu demək olar hiss olunmayacaq dərəcədə. Bəli, hiss olunmayacaq dərəcədə. Yalnız mina qatında qalırıq. Yəni vinir etdiyimiz zaman yalnız mina qatında qalır. Həmçinin də buradan deyim, vinir etmək üçün dişlər sağlam olmalıdır. Çürük karisli dişlər, iri həcmli plomblu dişlər, siniri çıxmış dişlər, dağılmış dişlər, zədələnmiş dişlər olmamalıdır. Vinir üçün bizə mina qatı lazım. Mina qatı zədələnmiş, yox olmuş, müəyyən səbəblərdən qapaq üçün yonulmuş dişi vinir etmək olmaz. Siz buradan böyük bir kütləyə əslində sizə olmaz dediniz bunu. Çünki Azərbaycanda endemik ərazi olduğu üçün yodsuzluqdan diş problemi yaşayır insanlar. Yəni, bu olmazsa qapaq olacaq. Yəni çıxış yolu var. Vinirə bənzəyən, vinirdən estetikasından heç geri qalmayan qapaqlar düzəltmək olar. Buna biz deyirik 360 dərəcə vinir. Dişi boydan boya vinirdən örtmüş oluruq. Yəni bu prosta deyimdir, bu əslində düzgün bir şey deyil. Deyimdir. Onlar qapaqlardır artıq. Material olaraq vinir materialını götürürük, saf keramikanı. Sadəcə hər tərəfdən dişi örtmüş oluruq. Çünki dişdən sağlam toxuma qalmadığında biraz bizə çox sahə lazım ki, o vinir oradan tuta bilsin. Doktor, ömrü nə qədərdir? Vinirlərin ömrü 10 il, 15 il, 20 il gedə bilər. Hətta daha çox. Bəli, hətta daha çox. Qapaqlarda necədir? Qapaqlarda da belədir. Yəni 10 il gedir. Yəni 10 ildən daha çox da gedə bilər. Burada əsas pasiyentin şəxsi gigiyenası və vinirlər və qapaqlar yerləşdirilən pasiyentlərin stomatoloqa professional gigiyena üçün müraciət sayıları vacib rol oynayır. Burada diş ətləri problemləri ola bilər. Zamanla, yaşlaşma nəticəsində diş ətləri çəkilə bilər. Vinirlə dişin sərhəddi bəlli ola bilər. Bu da estetik xoş olmayan bir görüntü yarada bilər. Belə hallar olduğu zaman sadəcə o sərhəddi daha diş ətinə yaxın eləyirik, görsənməsin deyə. Onu da eləmək üçün artıq vinirlər təzələnməlidir. Aydındır. Yəni artıq ikinci bir problem. İkinci bir problemdir. Amma bəzən heç ehtiyac olmur. Doktor, mən istəyirəm sizin əlaqə nömrənizi dinləyicilərimiz üçün xatırladım. Doktorla əlaqə saxlamaq istəyənlər 077 750 56 56 nömrəsini yığa bilərlər. Bu arada onu da diqqətinizə çatdırım ki, biz bugün vinirlərdən danışırıq, ancaq istənilən diş estetik problemləri ilə ya da dişlərin hər hansı problemi ilə bağlı implantlar olsun, plomblar olsun, qapaqlar olsun, vinirlər, zirkonlar, diş çəkilməsi, diş əti problemləri və s. Yəni stomatoloqa müraciət eləyə biləcəyiniz istənilən problemlə bağlı doktora müraciət eləyə bilərsiniz. Bir də doktor, bir məqamı soruşum. Keyitmə edirsinizmi? Lazım olarsa sedasiya aparılır mı? Çünki sedasiyanı hər klinikada etmirlər. Bizim klinikanın lisenziyası var, icazəsi var. Bəli, sedasiya ilə anesteziolog gəlir, pasiyenti yuxuda müalicə edirik. Media doktora dinləyirsiniz.
Media Doktoru dinləyirsiniz. Biz davam edirik. Verilişimizin təqribən bir 20 dəqiqəsini artıq geridə qoymuşuq. Biz bugün vinirlərdən danışırıq. Doktor vinirlərlə bağlı bir çox suallarımızı cavablandırdı. Davam eləyəcəyik yenə. Əslində stomatologiyada artıq bir müddətdir vinir kimi bir neçə belə deyə tətbiqlər var ki, proseslər icra olunur ki, stomatoloqlarımız tərəfindən məşhurdur. Yetər qədər insanlar adını eşidiblər, ancaq o ayrıntılarına gələndə fikirlərində sorğu-suallar yarana bilir. Ona görə də biz bugün doktorumuzla birlikdə elə vinirlərdən bir fərqli sahə olaraq qarışdırmadan başqa mövzuya danışırıq ki, sizin üçün hər şey aydın olsun. Əgər suallarınız varsa, dinləyicilərimiz hər hansı bir sual ünvanlamaq istəyirsə, hal-hazırda biz canlı dalğada yayımlanırıq. 055 999 1055-i yığa bilərsiniz. 105.5 dalğasında Media FM-də bizi dinləyirsiniz, yaxud doktora birbaşa müraciət edib özü ilə görüşüb problemləriniz varsa həll edə bilərsiniz. 077 750 56 56 nömrəsini yığa bilərsiniz. Bir daha vurğulayıram, bu doktorumuzun nömrəsidir. 077 750 56 56 çox da rahat yadda qalan bir nömrədir. Bir elanı diqqətinizə çatdırım əziz dinləyicilərimiz. 22 iyul Milli Mətbuat Günündə mətbuat firmasının təsis etdiyi Mətbuatın Dostu Qala gecəsi keçiriləcək. Bu gecə üçün xüsusi məkanda seçilib artıq. Yeni təmirdən çıxmış hər kəsin Çingiz Xan restoranı kimi tanıdığı Vavilyon Hall bu gecə qonaqlara ev sahibliyi edəcək. Dəyərli jurnalistlər, zəhmətinizin bəhrəsi olaraq sizin də haqqınızdır ki, bir gecə çox rahat kolleqalarla əylənəsiz və gözəl bir gecə keçirəsiz. Gecənin təşkilatçısı, bəstəkar, jurnalist, aparıcı, event təşkilatçısı, mənim sevdiyim, şəxsiyyətinə hörmət elədiyim bir xanım Sədaqət Rəşid qızı bu qala gecəsində də öz həmkarlarını sevindirəcək. Müxtəlif hədiyyələr, diplomlar, prizlər media nümayəndələrinə təqdim olunacaq və bu gündə də əziz həmkarlar sizi qala gecəsində görmək çox xoşdur. Biz davam edirik. Cavit Davudov studiyamızın qonağıdır. 077 750 56 56 nömrəsi ilə doktorla əlaqə saxlaya bilərsiniz. Doktor, vinirlər zamanı biz dedik ki, dişlər çox yonulmur, o qədər də zədələnmir. Bu əslində vinirlərin avantajı olsa da, ancaq hamı belə başa düşdü ki, bundan istifadə eləyə bilmir. Ən azından dişində kariyesi olanlar bu avantajdan istifadə eləyə bilməyəcəklər. Onlar üçün artıq bu bir dezavantaja çevrilir. Doktor, belə deyək, vinirlərin çatışan və çatışmayan cəhətləri desək, belə bir başlıq ayıra bilərikmi? Ayıra bilərik. Əslində vinirlər çox planlı olunmalıdır. Yəni burada çatışan, çatışmayan cəhətdən çox pasiyentin istəyi, nəticədə nə almaq istəyir, o vacibdir. Çatışmayan bir cəhəti çox sərt qidalar yemək, yəni problemdir. Qırıla bilər. Hətta insan sərt qida dediyimiz, məsələn, quru meyvələr. Quru meyvə olar, məsəl üçün qoz, fındıq, bu kimi şeylərdə problemlər yarana bilər, qırıla bilər. Məsələn, almanı tutub dişləyə bilərikmi? Almanı dişləyə bilərsiniz. Alma, armud dişləmək olar, çörək yemək olar, problemi yoxdur. Amma çox sərt qozun qabığı gələrsə, fındığın qabığı gələrsə üzərinə qırıla bilər. Hətta insanın öz ana dişi belə qırıla bilər də, yəni. Bəli, bəli. Yəni vinir sizin dişinizlə bir olub, birləşib sanki sizin dişinizi bütöv tamamlayan bir şeydir. Yəni vinir qırılacaqsa demək ki, sizin dişiniz orada olsaydı, o da qırılasıydı. Yəni bu vinirin problemi deyil. Yəni bu sadəcə gücün çox gəlməsidir. Viniri çünki biz dişlərin üzərinə elə möhkəm yapışdırıcı ilə yapışdırırıq ki, onu oradan qopartmaq qeyri-mümkündür. Vinirləri təzələmək məsələsi var. Vinirləri təzələmək lazım olduqda o sadəcə yonularaq oradan götürülür. Yəni belə dartım çıxsın, qopardım, düşsün, elə bir şey yoxdur. O yonularaq adi diş necə yonulursa, sağlam diş yonularaq o da onun kimi oradan çıxır. Yəni çox möhkəmdir kley. Amma suyu istifadə eləsək, ay mən vinir eləmişəm, bir də dişlərim qırılmaz. Yəni belə şey yoxdur. Yəni öz dişinizlə necə qulluq edirsinizsə vinirə də elə. Yəni bunun mənfi tərəfi demək olar ki, yoxdur. Yəni estetik nəticə, mükəmməl bir estetik nəticə alırıq və bununla da ömür boyu yaşayırsınız. Doktor, orqanizm üçün vaxtaşırı həm kosmetik, həm də tibbi cəhətdən müxtəlif ləvazimatlar hazırlanır. Məsələn, kontakt linzalarda dedilər ki, bir müddət həkimlərimiz maksimum uzaq durun, maksimum az istifadə edin dedilər ki, gözə hava yetməzliyi verir. Göz quruyur. Nə bilim, məsələn, bugün dırnaq qaynağı edirik, deyirlər ki, etməyin, dırnağın havalandırması dəyişir.
nə bilim gələcəkdə xərçəngiyə səbəb olar, nə bilim orada istifadə olunan işıqlar əllərinizi qocaldır deyirlər də deyirlər. Bax və siz deyirsiniz ki, kley ilə yapışdırırıq onu dişin üzərinə. Yaxşı, bu diş üçün ziyan deyilmi? Altda qalan dişlə nə baş verir? Altda qalan dişdə demək olar heç nə baş vermir. Bu kleyin yapışdırırıq, kleyin artıqları var. Kleyin artıqlarını tam təmizləmək lazım. Hardasa kleyin artıqları qalarsa, bu diş ətində qıcıqlanma yarada bilər. Bu da artıq texniki olaraq həkimin doğru yanaşması nəticəsində olmalıdır. Yəni böyüdücülərdən istifadə etməlidir, xüsusi alətləri var, onu oradan kənarlaşdırmaq üçün onlardan istifadə etməlidir və vinirlə dişin keçid hissəsini tam hamarlamalıdır. Yəni hamar olmalıdır. İşini ideal görməlidir. İdeal iş görərsə altdakı dişə heç nə olmur. Əksinə həmin dişə gələcəkdə karies düşmə ehtimalı var isə düşmür. Amma dişin örtülməyən hissəsindən diş çürüyə bilər. Məsəl üçün viniri biz yalnız ön hissəsindən örtürük dişi. Amma dişin arxa hissəsi öz minaqatınız qalır. Oradan nəsə problem olarsa dişiniz çürüyə bilər, o hissədən bəli problemlər yaşaya bilərsiniz. Amma vinir keramik material olduğu üçün, süni material olduğu üçün özü özündə çürümə ehtimalı yoxdur. Özü özündə sizi heç bir bioloji uyğun material olduğu üçün özü özündə keramika sizə heç bir qıcıqlanma, yan təsir verməyəcək. Amma o yapışdırdığımız zaman kleyin artıqları ki var, onlardan təmizlənməyən, arınmayan hansısa bir nöqtə qalarsa, onda problemdir. O yapışdırıcı vasitə yalnız dişlə vinirin arasında qalmalıdır. Heç bir halda diş əti ilə təmasda olmamalıdır. Yəni belə olarsa ideal bir iş olur. Aydındır. Bir daha sizin nömrənizi xatırladım. 077 750 56 56 nömrəsi ilə doktorla əlaqə saxlaya bilərsiniz. Cavid Davudov studiyamızın qonağıdır. Bizim canlı efirimizin nömrəsi isə 055 999 1055-dir. Hal-hazırda Media FM-in saytından bizi canlı izləyə bilərsiniz. Sayta daxil olursunuz və bizi oradan canlı izləyirsiniz və proqramdan sonra bütün verilişlərimiz YouTube-a tam versiya olaraq yerləşdirilir və təbii ki, o qısa başlıqlarla da sosial şəbəkələrdə həm doktorlar səhifəsində paylaşırıq, həm öz səhifəmizdə Media FM-in TikTok səhifəsində, Instagram səhifəsində paylaşılır. Mən öz səhifələrimdə paylaşıram. Elə sonra Bunyana səhifəsinə də daxil olub o başlıqları izləyə bilərsiniz. Bu arada vurğulayım ki, artıq verilişimizin təqribən bir yarım saatını geridə qoymuşuq. Əslində doktorlarımızla söhbət edəndə vaxt o qədər sürətlə keçir ki, bəzən doktorlarımız yeni gələndə, xüsusən də efirə deyirlər ki, ay bir saat nə danışacağıq? Deyirəm doktor, yox, bir saat bitəndə deyəcəksiniz ki, mən filan şeyləri danışmadım axı. Əslində efirdə vaxt çox tez və sürətli keçir. Doktor, mən istəyirəm belə deyək, biz keçmişdən məsələn o köhnə protezlərə baxsaq ki, bugün də onu seçən insanlar var. Bu insanların öz şəxsi seçimidir. Məsələn, belə bir fikir deyirlər ki, heyf deyildi öz dişlərim, hər şeyin dadını bilirdim və s. belə sözlər deyir insanlar. İndiki sizin tətbiq etdiyiniz bu mexanizmlər, zirkonlar olsun, vinirlər olsun, digər tətbiqlər olsun dişin üzərinə, onlar da bizim dad bilməmizi və s. yəni yeməyə olan münasibətimizi dəyişirmi? Dad bilməyə heç cür təsir eləmir. Təsir eləyə də bilməz. Çünki dad bilmə hissi bizim üst damağımızda və dilimizdədir. Yəni bildiyimiz qədər də. Yəni dil və damaqla biz dadı hiss eləyirik. Dişlə biz dadı hiss eləmirik. Dişlə biz yalnızca mexaniki olaraq qidanı parçalayırıq və qidanın tərkibindəki o maddələr çıxdığı üçün dadı hiss eləyirik. Yəni biz birbaşa dişlə işlədiyimiz üçün dişin üzərində dad bilmə reseptorları yoxdur. Ona görə orada dad bilmə reseptorları damaqda və dildədir. Bəli. Ona görə orada dadla əlaqəli heç bir problem olmayacaq. Yəqin ki, protezlərdə damaq örtüldüyü üçün elə deyirmiş insanlar, eləmi? Bəli. Üst damaq böyük olduğu üçün üst damağı örtür. Və dad bilmə əlbəttə ki, biraz təsir eləyəcəkdir. Pasient əvvəllər həm damağı ilə, həm dili ilə dad hiss eləyirdisə, indi yalnız dili ilə dadını hiss eləməli olacaq. Artıq damaq örtülüdür. Protez qoyarsa. Ona görə bəli. Doktor, biz bilirik ki, o reseptorlar fərqli belə deyək dadları bilməyə xidmət eləyir. Acını, şirini, duzu və şoru və s. Yuxarı damaqda yerləşənlər hansılardır? Elə yuxarı damaqda da dad bilmə refleksləri bəli yuxarı damaqda da yerləşir. Yəni təqribən artıq dadsızlıq hiss eləyir insanlar, ona görə protezləri sevmirlər əslində. Əsasən damaqlarda tüpürcək vəzləri yerləşir. Əsasən. Amma dad bilmə reseptorlarda az da olsa var.
Hə, aydındır. Bildiyim qədərilə dildə daha çoxdur, dilin Dildə ən üzərində. çoxdur, bəli. Dildə ən çox. Doktor, indi qızıl diş üçün müraciət edənlər varmı? Qızıldan vinirlər edirik biz. Edirsinizmi? Zarabat eləmir. Elə bir şey yoxdur. İnandım. Çünki niyə inandım? Biz Hollywoodda filan məsələn görürük ki, o ən bahalı dünyanın dişi, məsələn, brilyant qaş qoydururlar öz dişlərinə, nə bilim, yəni bahalı qaşlarla bəzəyirlər dişlərini. İndi təzə vinirlər çıxıb. Vinirin üzərinə müəyyən bucaqlar altında bucaqlar verərək brilyanta bənzədirlər. Brilyant bucaqlı. Baxırsınız parıldayır. Karatlı dişlər. Karatlı, bəli, karatlı diş olur. Və bu karatlar nə qədər çox olarsa, o qədər çox bahalı olur da belə çıxır. Bizdə elə ki, mən bu xarici səhifələrdə görmüşəm bu işləri. Bizdə elə ki, bu texniki bir şeydir, bu zərgər işidir. Yəni bunu eləyən gərək zərgər olsun. O bucaqları ancaq zərgər biləcəkdir bu. İşləməlidir onu. Bu işləmələri. Mən elə ki, belə bir sifarişlə qarşılaşmamışam. Estetik olaraq necə görünür? Yəni biraz qeyri-adi bir şey görünür də, çox qeyri-adi görünür. Yəni dişə bənzəmir, tam sünidir də. Sanki ağzında başqa bir quruluş var. Hə, sanki karatlı brilyantları ağza düşürsən. O zaman insan gülən zaman parıltı belə alınır. parıldayacaq belə işıqlarla. Doktor, ümumiyyətlə heç qeyri-adi müraciətlərlə qarşılaşmısınız mı? Bizdə ən qeyri-adi müraciət ən ağ diş müraciətidir. Yəni vinir etmək istəyən pasiyent əlbəttə dişlərin rəngi ağ olsun istəyir. Yəni ən ağı hansıdır onu seçmək istəyirlər, amma bilməlidirlər ki, qaranlıqda bilinmək üçün. Amma bilməlidirlər ki, o rəngdə diş olmur. Biz eləyə bilərik, amma təbiətcə o rəngdə diş olmur da. O da avtomatik olaraq çox süni görsənir. Yəni istəyirlər rəngini, elə rəng istəyirlər, formasını elə istəyirlər. Mən vinir etdiyim zaman forma və rəngi pasiyentin ixtiyarına buraxıram. Yəni pasiyent hansı rəngdə istəyirsə, bəli. Bəzən pasiyentlər olur. tartışılmaz axı. Bəzən pasiyentlər olur, təbii görünsün. Bilinməsin ki, mən burada nəsə müdaxilə olunub dişimdə. Doktor, inanın bəzən elə insanlar var ki, məsələn deyib ki, dişimdə müdaxilə var, tutam ya vinir var, ya qapaq var və s. Yəni məhdəl qalmışam ki, necə gözəl, estetik bilinmir və həqiqətən öz dişi kimi görünür. Heç qətiyyən həkim əlinin dəydiyi hiss olunmur orada. Ancaq bəzi insanlar var ki, məsələn 5 metr o yandan da bilirsən ki, stomatoloq yanında olub. Əslində bu heç də gözəl görünmür. İnsanlar bunu nəzərə almalıdırlar. Yəni göstəriş üçün. Əslində sizi inandırım ki, məsələn mən o heyrətlə baxdığım ki, yəni sən həkimin müdaxiləsi var burada. O insanların getdiyi həkimlərin peşəkarlığına heyrətlə baxıram ki, doktor necə onu ustalıqla orada gözəl işləyib ki, o çox çətindir. Bəli, öz dişini. Hətta təsəvvür mənim iş yoldaşım vardı, yaxşı xatırlayıram. Bir dişini itirmişdi öndən və yanındakı dişi, belə deyək, doktor daha doğrusu qoyduğu dişi yanındakı dişə oxşatmışdı. Heç biri seçilmirdi. Yəni heç süni müdaxilənin olması bilinmirdi. Bir dişə o qədər gözəl müdaxilə eləmişdi ki, doktor. Hər şey çox ideal idi. O çox çətindir. Ümumiyyətlə insan öz ana dişini misal üçün vinirlə bəzən hissəvi eləməli oluruq. Bir dişi o biri dişini oxşatmalı oluruq. O çox çətindir əlbəttə ki, o ən çətindir. Həm rəng tonunu alındırmaq, həm formasını. Dişin daxilindən gələn teksturanı, rəngi, onu oxşatmaq çox çətindir vinirdə. Amma bütöv ağız olarsa, hamısı bir-birini oxşatmaq rahatdır, texnik üçün eyni olur. Amma tək bir neçə dişi öz ana dişlərinə oxşatmaq çətindir bəli. Doktor, bayaq məsələn dediniz ki, vinirlərlə aralı dişləri bərpa eləmək olur ki, bu insanların estetik olaraq çox böyük probleminə çevrilmiş olur ki, nə yaxşı bugün stomatologiya bu məsələni həll eləyir. Əyri dişlər necə? Köməyimizə çatarmı vinirlər? Müəyyən bir əyriliklərdə bəli. Müəyyən bir əyriliklərdə düzəltmək olur. Burada sadəcə detallı müayinə lazım. Biz belə hallar baş verdikdə həm vizual olaraq şəkillərini çəkirik, həm ölçülər götürürük modeldə, canlı gips modelində və yaxud da ki, digital skanla ölçü götürürük, kompüterdə baxırıq. Öncədən planlayırıq viniri ki, biz bu dişi yonarıqsa və yaxud da ki, hardasa əlavə edəriksə necə görünəcək. Pasiyent, əyri dişli pasiyentlərə biraz planlama lazımdır ki, pasiyent öncədən bilsin və biz də öncədən bilək ki, bu əyri dişi düzəldə biləcəyik ya yox.
Bunun üçün planlama edirik və pasiyentə prototip dişlər düzəldirik. Prototip nədir? Müvəqqəti plasmasdan vinirlər. Pasiyent həmin vinirləri dişlərinə heç bir müdaxilə olmadan yerləşdiririk və baxırıq necə görsənir. Pasiyent razılıq verərsə, biz də artıq işə davam edirik və daimi vinirlərə keçirik. Yox, razılıq verməzsə, həmin plasmaslar sadəcə alətlə belə çıxarılır. Yəni heç bir müdaxilə, heç bir zədə olmadan. Və yenidən hazırlanır. Hər hansısa bir dəyişikliklər bəlkə istədilə, yəni yenidən hazırlana bilir. Doktor, belə deyək, nə zaman breketlərə, nə zaman vinirlərə üstünlük verərsiniz əyriliklərdə? Breketlərə mən əsasən üstünlük verərəm dişlən problemi olanlar. Hə. Bəzən pasiyentlər olur, ciddi problem olan. Çeynəmə problemi var. Dişlərin bir-birinə, alt çənənin, üst çənənin bir-birinə münasibəti düzgün deyil, doğru deyil. Güclər düzgün paylanılmır. Belə hallarda biz məsləhət görürük ki, ortodontik müalicə alsın, çənə formasını, dişlərin quruluşunu dəyişsin, çeynəməni normal vəziyyətə gətirsin, ondan sonra vinirlər edək. Bu artıq daha disiplinar, multidisiplinar yanaşma deyirlər buna. Yəni bir neçə müdaxilə ilə. Bəli, bir neçə peşəkar həkimdən keçindən sonra vinirlərə gələcək. Bəzən olur cərrahi müdaxiləyə ehtiyac olur. Hətta. Bəli, diş ətlərində problemlər varsa, cərrahi yolla sağalmalıdırsa diş ətləri, onda cərrahi müdaxilə. Çənədə deformasiyalar varsa, o artıq cərrahi müdaxilə. Hər halda. Bəli, üst çənə cərrahiyyəsinə gedəcək. Məruz qalır. Doktor, bir də deyirlər ki, tez-tez bu insanlarda dilini, yanağını dişləmə problemi yaşanır. Deyirlər ki, bu diş quruluşunun düzgün olmamasına görə olur. Doğrudurmu bu həqiqətən? Təbii dişləri olan pasiyentlərdə nadir olur. Çünki reflektor olaraq ağız quruluşu və yanaqlar əzələdə axı bir maneə varsa ondan qaçındırır. Biz nəsə edəndən sonra dişləri müəyyən həcm veririk, müəyyən forma veririk, dəyişirik formanı. O zaman yenə həmin problem yarana bilər. Pasiyent yanağını, dodağını, dilini dişləyə bilər. Bu da bir neçə müddət sonra artıq pasiyent buna öyrəşir, dişləmir. Yəni sadəcə bu pasiyent buna öyrəşməlidir. Və bu halların təkrar olunmaması üçün yəni yanağını qaçırır, dodağını qaçırır, yəni çeynəmə öyrəşir də, yəni tapır yerini. Əlbəttə damaq dolağı biz nəzərə alırıq, amma bəzən olur ki, mümkünsüzdür də, nə qədər də nəzərə alsaq dişlər böyüməlidir. Yanaqlara doğru böyüməlidir. Məcbur böyüdürük, deyirik ki, biraz olacaq problemlər. Bir neçə gün yanağını, dodağını çeynəyəcəksən, yanağını içərdən çeynəyir. Amma bir neçə müddət sonra keçib gedir o. Aydındır, keçir. Doktor, vinirlərin belə deyə tətbiq olunması üçün neçə yaş aktualdır? Məsələn, deyə bilərikmi ki, məsələn, yeniyetmə yaşı etmək olmaz və s. Yəni məsləhətdir 17-18 yaşdan yuxarı olsunlar. Tam yəni, üst formalaşsın. Uşaqlarda tam çənə formalaşsın ondan sonra. 17 yaşdan sonra. Yuxarıdan hədd varmı? Yuxarı həddi yoxdur. Yoxdur. Xroniki xəstəliyi olan insanlarda bir problem yaradarmı? Xüsusən də burada şəkərli diabeti mən yenə vurğulayacağam. Çünki həmin insanlar çox həssas kateqoriyada olan insanlardır. Olur, bəli. Yox, onun da bir problemi yoxdur. Onun da bir problemi yoxdur. Yəni implantasiya kimi burada biz bioloji toxumalara müdaxilə etmirik də, sadəcə dişin mina qatı ilə işləyirik. Vinir dişin mina qatı ilə təmasda olan bir şeydir və çalışmalıyıq ki, vinir tətbiq etdiyimiz dişlərdə mina qatı qalsın. Yomsaq belə. Çünki mina qatı müəyyən qalınlığı var da, ondan az götürməliyik. Nə qədər çox mina qatı qalarsa o qədər yaxşıdır. Mina qatı da cansız bir toxuma olduğu üçün yəni problemi olmur. Şəkərdir, başqa xəstəliklərdir, revmatizmdir, bu şeylərdə problem olmur. Doktor, müəyyən anadan gəlmə ciddi xəstəliklər var ki, burada məsələn gen xəstəliklər ola bilər, bir çox xəstəliklər var. Sonradan qazanılmış məsələlər ola bilər. Məsələn, serebral iflic olsun, Down sindromlu uşaqlar olsun. Bu adamların da görürsüz ki, dişlərində ciddi problemlər olur. Onlarla işləyəndə necə qərar verilir? Burada sedasiyadırmı, yoxsa? Sedasiya ilə eləyirik və daha sürətli iş görməliyik. Elə pasiyentlərə mən məsləhət görürəm. Çünki onların səbri və sair yanaşması. Kompozit vinirlər eləyirik.
eləyək. Yəni tək seansda gəlsinlər, sedasiya dəfəlik. altında bəli, kompozit vinirlərlə dişləri bərpa olunsun. Burada estetika, tək estetika yoxdur, həm də sağlıq önəm daşıyır və əlbəttə ki, sağlığı bərpa ediriksə, avtomatik olaraq estetikaya da bir təsir edəcək. Çünki biz burada müdaxilə var, əlavələr edirik, dişlərin üzərinə vinir konstruksiyalar eləyirik. Öyrəşirlərmi dişlərə? Öyrəşirlər, bəli, öyrəşirlər, bir problem olmur. Nəzərə alınarsa da hər şey onlar olduğu zaman öyrəşirlər. Rahatlıqla. Doktor, bir də mən istəyirəm bu dişlərin gigiyenası ilə də bağlı danışaq. Düzdür, siz bayaq onu vurğuladınız, səthi toxunduq və keçdik o mövzuya, amma gəlin üzərində dayanaq. Çünki bizdə maksimum həkimdən uzaq durmağa çalışır insanlar. O növbəti kontrollar, növbəti baxımlar sanki böyük bir məsələyə çevrilir bizdə. Doktor dəfələrlə hətta vacib olduğunu desə də gəlmir insanlar. Bu haqda mənim bir videom var idi. Əlimdə diş daş təmizləyən aparat idi. 6 ay həkimə, 3 ay həkimə gəlmədikdə bu aparatı görəcəksən. 1 il gəlmədikdə bir başqa aparat var. O yonan aparatdır, səs çıxaran aparatdır. O aparatı görəcəksən. 1 il gəlmədikdə artıq kəlbətindir. Dişini itirəcəksən. Kəlbətini görəcəksən. Yəni bu da onun kimi bir şeydir. Əslində bu reallıqdır. Yəni gecikdirdikcə diş itirilməyə gedir. Yəni gecikdirməməlisiniz. Əsasən də dişlərində plomblar, qapaqlar olan pasiyentlər, implantlar olan pasiyentlər mütəmadi diş həkiminə getməlidirlər. Yəni getmədikcə bilin ki, o kəlbətinə yaxınlaşırsınız. Doktor, işdə təcrübə nə qədərdir? Mənim öz təcrübəm, mən 2013 məzunuyam. 2013. Niyə amma 2015-dən fəaliyyət göstərirəm, artıq 11 ildir. Maşallah. Doktor, niyə soruşuram? Bir müqayisə edəcəm sizlə. Yadınızdadırsa illər öncə, məsələn mən illər öncəni xatırlayıram, ətrafındakı insanlarla siz həkim olaraq %100 bunu hiss edirsiniz. Yod məsələsinə gələcəm. Bilirsiniz ki, dişlərlə bağlı vəziyyət çox pis idi. Və sonra da məsələn endokrinoloqlarımız deyir ki, yodlu duzun istifadəsi əməlli başlı əhalidə zob problemlərini aradan qaldırdı. Qalxanvari vəziyyət daha yaxşı təsir elədi. Diş sahəsində vəziyyət necədir? O vaxtla bu vaxtı müqayisə etsəz nə deyərsiniz? Yoddan çox ftordur dişə təsir eləyən. Yəni yodun dişə təsirlərini bəlkə var araşdırmalar, mən bilmirəm. Amma ftor haqqında araşdırmalar çoxdur. Amma ftorun zoba təsiri onu da mən deyə bilmərəm necədir. Amma dişə təsiri... O zaman suda ftorun mu yetməzliyidir bizdə? Ftorlaşdırma gedir. Bəli, bəli. Suyu, içməli suyu ftorlaşdırma məsələsi var. Bunu da konsentrasiyası rol oynayır. Yəni bu nə çox olmalı deyil, nə də az olmalı deyil. Yəni suyu ftorlaşdırırlar ona görə ki, insanların dişləri çürüməsin. Amma həddindən artıq çox ftorlaşdırsalar, o zaman dişlərdə ftor ləkələri deyirlər, ağ ləkələr əmələ gəlir. Sanki mina yığışıb bir nöqtəyə mat ağ rəngdə ləkələr əmələ gəlir. Buna deyirlər fluoroz. Yəni fluorozun ftorun çox olma səbəbindən əmələ gələn problemidir. Ftorun az olma səbəbindənsə yəni karies əmələ gəlir. Sadəcə dişlər çürüyür. Burada konsentrasiya çox böyük rol oynayır. O zaman suda bu çox dəngəli bir formada olmalıdır. Araşdırmalar eləyənlər, bu su məsələləri ilə məşğul olan həkimlər, insanlar daha yaxşı bilir. Bu tamamilə başqa sahədir. Təbii ki, bu bizim söhbətimiz deyil, bəli. Tamamilə başqa sadəcə sahədir. Nəticəsini siz görürsünüz. Yəni bəli, kabinetdə biz onun görürsünüz nəticəsini görürük. Və bu ağ ləkələr əmələ gəlir, hansı ki, ağ ləkələr əmələ gəlir. Bunları çox görürəm. Karies həmişə var. Kariesin əsasən mənim fikrimcə əmələ gəlmə səbəbi gigiyenanın zəif olmasıdır. Yəni stomatoloqa gələn pasiyentləri mən görürəm, deyir hər gün dişimi fırçalayıram, amma yaxşı düzgün fırçalamır. Dişlərdəki o gizli nöqtələri, gizli sahələri, dişlərin aralarını yaxşı təmizləmir. Əsasən də elə oralardan dişlər çürüyür. Və karieslər əmələ gəlir. Elə yenə də gəlir gündəlik rutinlərin və peşəkar baxımın üzərinə. Doktor, əslində diqqət elədiyimiz nə məsələ var? Mənim diqqət elədiyim gündəlik rutinlər
etmədiyimiz düzgün rutinlər gətirib nə qədər çatışmazlıqlara çıxarır və bizi bəli. sözün əsl mənasında həkimə aparır. Bəli. Məsələn, hər səhər dişi normal bir formada fırçalamaq, dediyiniz kimi təmizliyi düzgün aparmaq, ən bəsit bir şey səhərlər su içmək. 3 dəqiqə, 4 dəqiqə vaxt alır insanın. Yəni Diş olmazmı fırçası bunu da da, normal edək? diş fırçası da, pastası da qəpik gürüşdür. Yəni və hər yerdə də var, əl Fırçanı 3 çatandır. aydan, 3 aydan bir minimum dəyişməlisiniz. Pastada yekəsini alırsınız, elə 3-4 ay gedir də. Yəni o nə qədər böyük xərcdir ki, yəni xərc olaraq da heç nədir. Doktor, diş belə deyə Sadəcə- macunları ilə diş daşlarından qorunmaq olurmu? Olur. Yəni diş daşlarını təmizlətdikdən sonra, həkimin yanında tam təmizlənib cilalandıqdan sonra normal fırçalasanız, normal pastalarla, normal fırçalarla diş daşları əmələ gələ bilər, amma çox az miqdarda. Aydındır. Əvvəlki qədər çox Miqdarına yox. Bəli, təsir miqdar edəcək. azalır. Bəli, amma 6 aydan bir getməlisiniz, baxmalıdır da həkim. Yəni Media doktora dinləyirsiniz. biz davam edirik. Sizinlə mənəm Sona Boynina, mənim həmsöhbətim Cavid Davudovdur. Həkim, stomatoloq doktorumuz. Doktor ilə əlaqə saxlamaq istəyənlər 077 750 56 56 nömrəsini yığa bilərlər. Canlı efirimizin nömrəsi isə 055 999 10 55-dir. Vinirlərdən danışırıq. Vinirlər əslində çox məşhur olsalar da görürsünüzmü, növlərinə ayıranda, qulluğuna ayrılanda, yanaşmalarına baxanda görürük ki, əslində burada çox detallar var, diqqət etməli olduğumuz və təbii ki, sonda gəlib o peşəkar təmizliyin üzərində dayandıq ki, bunu həkimlər etməlidir. Çünki orada artıq bir həkim müdaxiləsi varsa, bizim əlimizin çatmadığı yerlərdə, təmizlik apara bilmədiyimiz yerlərdə artıq doktorlar təmizlik işləri aparmalıdırlar və bu bayaq dedik ki, diş daşlarına da aiddir. Bəzi insanlarda diş quruluşuna bağlı olaraq vaxtaşırı da yarana bilir bu. Yəni insan özündən asılı olmadan bəzən maddələr mübadiləsinin də bildiyim qədərilə pozulmasında olur. Maddələr mübadiləsinin pozulması, stres. Stres. Bəli, stressdən elə maddələr mübadiləsi pozulur. Hə, dolayısıyla təbii ki. Dolayısıyla bəli, başında stres dayanır. Mən çox vaxt fikir verirəm, əsasən stressdən, yəni pasientdə mən bunu hiss eləyirəm də ki, bu stresli işlə məşğuldur, ümumiyyətlə nəsə stres keçirir. Biraz soruşduranda deyir ki, ay yaxınımda nəsə xəstəlik olub, özümdə nəsə dərdim olub, həkimə gedə bilməmişəm. Bəli, səbəblərini ortaya qoyur. Hə, deyirəm, bax stres. Stressdən dişini ola bilər fırçalamasın. Stressdən ola bilər dişini yaxşı fırçalamasın. Hə, yola verib gedəcək. Bəli. Stressdən ola bilər qidalar. Elə qidalar qəbul eləsin ki, şəkərli, karbohidratlı, duzlu, çox belə aqressiv qidalar istifadə eləsin, ondan da əmələ gəlir. Doktor, saxaroza bildiyim qədərilə çox zərər eləyir. Eləmi dişlərə? Saxaroza şəkər, bildiyimiz şəkərdir. Bəli, həmin saxaroza bəli. Bir nömrəli kariyesin yaranma səbəbidir. Həmçinin də diş daşları. Diş daşları əsasən duzlu, belə minerallı içkilər. Mən bir pasiyentim var idi, hər gün deyirdi 3 dənə sarı qız içirəm. Hər gün ən azı içməsəm, səhər gün orta axşam sarı qız içirəm, baxıram diş hər tərəfi daşdı dişlərinin. Deyirəm, nədən olub? Biraz soruşdurdum, mineral su içir. Stressdən. Rəngli qazlı içəcəklər. Yəni elə adam var kola içir, elə adam var şirniyyat yeyir. Bu sarı qız da, yəni deyir, mən stres yaşayıram, bilmirəm nə. Doktor, energetik içkilər necə təsir eləyir? Energetik içkilərin tərkibində kofeindir və əsasən də küllü miqdarda şəkər. Yenə də şəkər. Şəkər enerji mənbəyi olduğu üçün əsasən energetik içkilərdə şəkər çox olur. O da istər-istəməz əlbəttə ki, dişlərdə çürümə, həmçinin də qaz olduğu üçün tərkibində ola bilsin az miqdarda qaz olsun. Karbon qazı. Bu da təsir edir. Mina qatını zədələyir, aşılandırır. Şəkər də həmçinin dişlərin üzərində olan mikroorqanizmaları qidalandırır. Və mikroorqanizmalar turşular ifraz etməyə başlayır. Hansı ki, turşular dişlərin üzərindəki mina qatını zədələyir. Bir nəvzi kimyəvi olaraq əridir. Mina qatı əriyir və beləliklə karies yaranır. Aydındır. Yəni heç bir yerdə, yəni bir neçə mövzuda mən bu içkilərə gəlib toxunuram və heç bir yerdə faydalıdır deyən həkimimiz olmayıb. Yaxşı olar ki, insanlar da buradan özlərinə bir dərs çıxarsınlar və ən azından o gündəlik necə deyək,
normanı aşanlar var. Ən azı onlar başa düşsün ki, yəni bu dərəcədə onları qəbul etmək olmaz. Vurğulamaq istəyirəm, həkim olmayan şəxslər sosial şəbəkələrdə çox qabağıma çıxır. Dişlərə qulluq haqqında məlumat verirlər. Necə məlumat verirlər? Limon suyu, soda, aktiv kömür qarışdır. Dişini hər gün bundan fırçala, heç vaxt dişində problem olmayacaq. Bu çox yanlış bir məlumatdır. İnanmayın, bunları etməyin. Ya da birbaşa duzla, sodayla sürtənlər var. Bunlar çox aqressiv maddələrdir. Bunlarla dişinizi sürtsəz, dişinizin üzərindəki daş, ərplə bir yerdə elə dişinizin minasını da sürtüb yoxa çıxaracaqsınız və cızacaqsınız və gələcəkdə dişin mina qatı dağılır. Diş ətlərində problemlər və dişlərdə yüksək həssaslıq. Dişlərdəki bu səbəblərdən yaranan həssaslığı çox təəssüflər olsun ki, bərpa etmək yəni çox çətindir. Pasient çox əziyyət çəkir belə şeylərdən. Ona görə inanmayın elə şeylərə. Yəni o aqressiv macunlarla dişinizi sürtdükdən sonra dişim niyə həssaslaşdı deməyin. Siz heç vaxt zavodun, şirkətin illərlə təcrübəyə dayanaraq istehsal etdiyi pastanı istehsal edə bilməzsiniz. Yəni bunlar kütləvi şəkildə istehsal olunur. Bu orqanizmə zərəri olsaydı bunlar icazə verməzlər. Doktor, bu yaxınlarda Çinin addımlarını çox alqışladım. Milyonlarla səhifəni bağladı. Sırf belə qeyri-peşəkar, sənədi peşəsi olmadan insanlara məsləhət verən insanların səhifələri bağlandı. Mən çox istərdim ölkəmizdə bu addım atılsın. Çünki o qədər arıqlamağa, nə bilim, kosmetik sahəyə, səhhətimizlə bağlı o otu belə elə, bu bitkini belə elə, həkimlərimizi demirəm. Yəni həkim təbii ki, artıq bilirsə o sahədə daha dəyərli və daha bilgin təcrübələrə dayanaraq öz bilgilərini paylaşır, bizimlə biliyini paylaşır. Ancaq insanlar var ki, sıradan bir evdar xanımda oturub kimlərəsə nəyisə məsləhət verir. Yəni siz kiminsə dərisini bilmədən, onun xəstəliyini bilmədən, orqanizminin həssaslığını bilmədən, yəni öz başına necə cürət eləyərək insanlara və topluma məsləhət verə bilirsən. Adama deməzlərmi, nəyə əsasən edirsən sən bunu? Çox təhlükəlidir. Çox yaxşı olardı ki, ölkəmizdə buna nəzarət olunsun. Yəni buna deyirlər öz-özünü müalicə. Öz-özünü müalicə yoxdur. Bəli. Yəni öz-özün xəstələrimizə zəkmə getməlisən. Yəni öz-özünü müalicə etmək biraz hamı həkim bunu olsaydı. Bunu belə kobud formada deyə bilərik ki, yerindən duran məsləhət verir. Olmaz belə eləmək. Əgər sizin o sahədə dərin bilgiləriniz yoxdursa, başqa insanları da o mənada zədələməyin. Ola bilər sizin bir ətrafınız, bir toplum var, sizi izləyən bir kütlə var, amma bu sizə o ixtiyarı vermir ki, siz həmin kütləyə belə deyək, əsasında, bazasında, bəli, peşəsində olmayan, ciddi təcrübə dayanmayan, nəyisə hardansa götürüb paylaşırsan ki, sən kiməsə belə deyək, bunu göstərərək toplum qazanasan. Çox yaxşı olar ki, həri öz işi ilə məşğul olsun və bu işi də həkimlərə icazə versinlər, həkimlər öz işlərini görsünlər. Onsuz da biz ev şəraitində də lazım olanda məsləhətləri verir ki, nə etmək lazımdır. Məsələn, ən azından biz bugün fırçalamanın nə qədər önəmli olduğunu onsuz da insanlara deyirik, qarqaraları deyirik. Həkimlər məsləhət olduqca hər şeyi deyir insanlara. Yəni o bitki lazımdırsa, həkim sizə onsuz da onu məsləhət görəcək. Öz yanınızdan belə deyək, nəyəsə iş görməyə ehtiyac yoxdur. Bugün mənim doktor, təşəkkür edirəm sizə. Həm söhbətim Cavid Davudov idi, stomatoloq doktorumuz. 077 750 56 56 nömrəsi doktorumuzun əlaqə nömrəsidir. Rahatlıqla yığa bilərsiniz. Çox da yadda qalan bir nömrədir. Və mən bir elanla bugünkü efirimi yekunlaşdıracağım. 22 iyul Milli Mətbuat günündə mətbuat firmasının təsis etdiyi Mətbuatın Dostu Qala gecəsi keçiriləcək. Bu gecə üçün xüsusi məkan da artıq seçilib hazırdır. Yeni təmirdən çıxmış, hər kəsin Çingiz xan restoranı kimi tanıdığı Vavilyon Hol bu gecə qonaqlara ev sahibliyi edəcək. Dəyərli jurnalistlər, zəhmətinizin bəhrəsini belə deyək, bir ilin yekununda məhz bu gecədə əylənərək, kolleqalarınızla gözəl bir gün keçirərək qeyd eləyə bilərsiniz. Gecənin təşkilatçısı, bəstəkar, jurnalist, aparıcı, event təşkilatçısı və mənim layihə rəhbərim Sədaqət Rəşid qızı bu qala gecəsində öz həmkarlarını sevindirəcək və onu da diqqətinizə çatdırım ki, müxtəlif hədiyyələr, diplomlar, prizlər, media nümayəndələrindən qala gecəsində təqdim olunacaq. Biz ayrılan zaman yekunlaşır. Sizinlə mən idim Sona Bunina. Həmin bugünkü həmsöhbətim isə Cavid Davudov idi. Özünüzə yaxşı baxın. Media FM-in efirində bizi dinləyirdiniz. Növbəti efirdə görüşənədək.
Media Doktor. Sağlığın varlığındır.